11-ci siniflərin sınaq imtahanlarına düşmüş suallardan biridir. Verilmiş sözləri mətnin məzmununa uyğun olaraq nöqtələrin yerinə hansı birinin yazılmalı olduğunu tapmaq lazım idi. Platforma qatarların dayanarkən sərnişinlərin mindiyi və ya düşdüyü yerdir, sahədir. Yəni bu qatarla bağlı bir sözdür. Göyərtə isə gəminin bir hissəsidir, hansı ki orada yük və ya sərnişin daşınır. Yəni gəmi ilə bağlıdır. Dəhliz binaların daxilində otaqlar arasındakı keçiddir. Yəni evlə bağlıdır. Vestibül ictimai binalarda, yəni muzeylərdə, teatrlarda, onların giriş hissəsində bir yerdir, bir sahədir. Yəni bu ictimai binalarla bağlıdır. Balkon isə ümumi tikililərin xarici divarında bir çıxıntılı yerdir. Ümumi tikililərlə bağlıdır.